Hadisə günü məsələn, hadisə biz o dağda işləyirdik. Bizim xəbərimiz yoxdur. Helikopterlər gəlib gedəndə yenişədə görmüşdük. Vərzandan bir ekip neyru gəlmişdi, qaranlıqlamışdı da onda. Yolda dedi ki, bizi apar elə bir məsələ ki, gecə idi. Pəhbad ötürək. Orada da məsələn, onlar ötürdülər pəhbad. Bir şey ələ gətirəmmədilər. Dedim, gəlin biraz gedək qabağa, ora dağdır. Helikopter də kim vəsatına gəlib, ora qəlbidir. Hər nə olsa, bizim çayda olar da. Məsələn, ondan gecə idi, qaranlıqdır. Kim kimi tanır? Heç kəsi tanımırsa. Şəxs gəldi, dedi, biz oradan pəhbad ötürmüşük, heç zat yoxdur. Helikopterin başının üstündə idik. O hər şəsidir, həmən nə kar idi ki, o qoymadı ora gedək. Heç əvvəldə demirdilər, helikopter düşübdür. Orada elə ondan, bundan, ağızdan ağıza eşitdik. Orada eşitdik, məsələn, rəsum helikopteri süqut edib. Hava o qədər onda mehdərdir, cüzə elə bu arada var idi. Baba, helikopterlər məsələn bu məsir gəldi. Helikopter süqut eləsə də buradadır da, bu dərədədir biləxərə. Belə duman gəldi, bastı. Başladı da yağmağa. Helikopterlərin ki, məsələn, o ki gəlib düşmüşdü, buradakı qabaqdan gələnlərin səsi, onun səsini qoymurdu cəmaat eşidə. Elə o helikopterin düşdüyü məsirdə bir azca duman var idi. Səhər getdik, bəli, elə duman çəkildi ki, gördülər. Əvvəl motorçular yemişdi ora. Sonra da elə cəmaat gəldi, getdi, hamı getdi ora. Heykəllərdən Xələbanın şəxsin biz özümüz yatdıq. O şu biri, məsələn, çoxu yanmışdı, üçü qalırdı cənazələrin axı. Biri Ali Haşim idi, biri Rəhmət idi, biri də ki, o Xələbanların o sinnisi idi. Onların cənazələri sağlam idi. Ondan sonra bir 6-7 gün belə xurdeyi duman oldu. Bu helikopterdəki məsələn əvvəldə biz elə o cənazələrin yanına getmişdik, yanmışdı, elə bir şey, xas bir şey qalmırdı.